Fasiləyə verilən 12-13 dəqiqə 1 saniyə kimi keçdi və komandalar oyunu davam etdirdilər. İkinci hissənin ilk dəqiqəsindən komandamız hücuma başladı və gün zərbəsi vurmaq hüququ qazandı. Yunus Hüseynov topu cərimə meydançasına ötürdü, orada isə Samir Ələkbərov, sonra isə Şahin Diniyev dalbadal topu ayaqlarının altından buraxıb Fransa komandasının müdafiəçilər üçün gözlənilməz olaraq Vəli Qasımlı zərbə mövqeyinə çıxartdılar, lakin Vəlinin zərbəsi uğursuz oldu. Ümumiyyətlə, komandamızın ikinci hissədə oyunu nisbətən yaxşılaşdı. Samir Ələkbərov, Vəli Qasımov, Yunus Hüseynov hücumlarda biraz fəallaşdılar və top bir neçə dəqiqə qapımızda çox yaxın gəlmədi. Bunu görüb komandamızın azarkeşləri həvəsləndilər və elə saydılar ki, üstünlük birazdan bizdə olacaq. Lakin sən saydığı say, gör fransızlar nə sayır. Fransızlar isə elə saydılar ki, 1-0 hələ qələbə deyil və hücumlarını gücləndirdilər. %55-ci dəqiqədə müdafiəçilərimiz oyundan kənar vəziyyət yaratmaq istədilər, lakin bir-birini başa düşmədilər və Fransa komandasının iki hücumçusu qapıçımızla üz-üzə qaldılar. 6-7 metrdən vurulan Kantananın zərbəsini İlhan Həsənov məharətlə qaytara bildi, lakin Patrik Loko təkrar zərbə ilə topu qapımıza göndərdi. Lakin bu qoldan da sonra oyunun tərzi dəyişmədi və üstünlük Fransa yığma komandasının tərəfində idi. 78-ci dəqiqədə məşqçilərimiz komandanın heyətində 2 dəyişiklik elədilər. Bütün oyunu çox zəif oynayan Vəli Qasımovlar Arif Əsədovun yerinə meydançaya Vidadi Rzayev və Vladislav Qədirov çıxdılar. Lakin artıq oyun sona çatırdı və bizim uşaqların oyununda ciddi bir şey alınmadı. Maç 2-0 hesabı ilə sona çatdı və komandamız keçirdiyi 4 oyunda 4-cü məğlubiyyətə uğradı. Asəm müəllim, futbol mütəxəssisləri elə deyirlər ki, maç bizim üçün pis keçmədi. Sizin fikriniz, nə səhvlər var idi, nə üçün belə 2-0 qurtardı? Səhvlərimiz ondan ibarətdir ki, hələ biz öyrəşməmişik beləcə ürünlüdə oynamağı. Hansı mənada öyrəşməmişik? O, deyirlər ki, o kirizli mağı var, o söz. Beləcə palçıqlı havada. Burada, əlbəttə, texnika az olur, burada işləmək lazımdır ancaq polida. Bir də mən istədiyim ki, o birinci qol, əlbəttə, Saşanın böyük aşıfqası idi. Beləcə, vratar, Saşa. Vratarımız hələ səhvi eləməməli idi. Birinci qol uşaqların o duxunu öldürdü. Əlbəttə ki, mən gələn edirəm ki, beləcə urunda oynamaq üçün, yaxşı oynamaq üçün biz çox işləməliyik. Etindən artıq çox işləməliyik ki, birinci moralni o şəhərdən hazırlıq gedir. O oyun İqra Kirizdimanqov elə bir ruslarda elə bir söz var. O lazımdır bizə. İkinci əlbəttə böyük işgüzarlıq. Meydancıda böyük işgüzarlıq. Mənim bəzi oyuncularım pretenziyam var ki, məsələn, bütünlüklə özlərinin oyuna verə bilmədilər. Amma Fransa var Fransa. Mən gəldim, uşaqlar qorxub eləmədilər. İndiki hal-hazırda onların neyləri vardı, hamısını qoydular meydançada. Uşaqların hamısından razısınız? Hamısından yox.
Hamısından yox, deyə bilmərəm, amma mən yenə də deyirəm ki, bu bizə böyük bir məktəbdir. Burada biz analiz eləməliyik səhvlərimizi ki, mən sizə bir şey deyəm ki, biz düzgün yoldayıq. Düzgün yoldayıq. Məsələn, 20-25 dəqiqə qola qədər düzdür, onlarda bir imkan oldu, amma qola qədər biz onlardan geri qalmırdıq, top çox da bizdə düzdür. Məsələn, atakalar onların hələncə kəskin deyildi, amma biz atakanı düzgün qura, hücumu düzgün qura bilmirdik, hansı mənada istifadə eləyə bilmirdik. İstifadə eləyə bilmirdik Samir Ələkbərov. O da bu nəsə İsrailə nisbətən, qalan oyuna nisbətən bu gün zəif oynadı. Bu müsahibədən sonra komandamızın soyunub geyinmə otağına Fransa yığma komandasının ikinci məşqçisi gəldi. O, özü ilə komandasının 2 idman köynəyini gətirdi və onları bizim idman köynəkləri ilə dəyişmək təklif elədi. Lakin bizim komandada yalnız oyun vaxtı giyindiyi köynəklər var idi və onları da dəyişsəydilər, gələn oyunlara çıxmağa paltar qalmadı. Ona görə də fransızların məşqçisi mənfi cavab eşitdi. Məncə, o heç bir şey başa düşmədi. Axı idman geyimləri dəyişdirmək artıq bütün dünyada futbolçular arasında ənənəyə çevrilib. Nəysə, toxunacdan nə xəbəri?